Amerikada heyvan yağlarına alternatif məhsul istehsal edilməyə başlanıb. Bu yenilik məşhur milyarder Bill Gates'in investisiya fondu tərəfindən dəstəklənir. Məlumata görə Amerika startapı olan Savor Princips'də yeni məhsulun tərkibində heç bir heyvan və ya bitki komponenti olmayan yağın kommersiya istehsalına başlayıb. Bu proses karbon dioksidi və hidrogeni süd, ət və bitki yağlarında olanlarla eyni olan məhsula çevirən texnologiyaya əsaslanır. Hesab edilir ki, bu yanaşma ənənəvi kənd təsərrüfatından və bununla yanaşı xurma plantasiyaları üçün meşələrin qırılması, çirklənmə və həddindən artıq su istehlakı ilə bağlı problemlərdən imtina etməyə imkan verəcək. Şirkət hesab edir ki, Savor neft dad baxımından təbii məhsuldan geri qalmır. Habelə onun istehsalı istixana qazları buraxmır və minlərlə dəfə az su tələb edir. Texnologiya CO2 və hidrogendən yağların sintezinə əsaslanır. Yaranan yağ molekulları qida sənayesində istifadə edilən adi lipidlərin strukturunu təkrarlayır. Bu, onları reseptdə dəyişiklik etmədən bişmiş məmulatlarda, hazır yeməklərdə və digər məhsullarda istifadə etməyə imkan verir. Şirkət artıq Illinois ştatında pilot istehsal müəssisəsi açıb və iri qida istehsalçıları restoran şəbəkələri ilə işləyir. 2025-ci ildə məhsulun ilk tədarükü gözlənilir. Məlumatda bildirilir ki, Savor'ın məqsədlərindən biri məşhur, lakin ekoloji cəhətdən mübahisəli tərkib hissəsi olan palma yağını əvəz etməkdir. O da bildirilir ki, palma plantasiyalarında hər il minlərlə hektar tropik meşələr məhv edilir. Yeni məhsul isə sadəcə əvəzedici deyil, daha dayanıqlı, sərfəli və istehsalı asan alternativ ola bilər. Şirkətin baş direktoru Caitlin Alexander vurğulayır ki, Savor miqyaslılıq və çevikliyə diqqət yetirir. Yağ profilləri kremlərdən tutulmuş souslara və sənaye bişmiş məmulatlarına qədər xüsusi tətbiqlərə uyğunlaşdırıla bilər. Savor artıq Amerikanın qida və dərman administrasiyasının təhlükəsiz qida statusu alıb və məhsulun Amerikada satışına icazə verilib. Lakin bu statusun özünü təsdiqləməsi tənqidlərə səbəb olub və tənzimləyicilər qaydaların sərtləşdirilməsinin mümkünlüyünü müzakirə edirlər. Bill Gates isə blog yazısında qeyd edib ki, Savor'un uğur üçün hər şansı var. Çünki texnologiya artıq başqa sənayelərdə işləyən həllərdən ilhamlanır. Onun fikrincə, əsas məsələ adi yağlarla qiymət paritetinə nail olmaqdır və komanda düzgün yoldadır.